Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza. Şükürlər və həmd sənalar olsun inşallah. Allah şükürlər olsun ki, bu gecəni də, bu gün də bizə qismət elədi. Siz əzizlərin xidmətində ola bilək. Allah Teala əcr mükafatını versin. Gələn günlərimizi xeyirli və bərəkətli etsin inşallah. Allah elminizə, ibadət və itaətimizə bərəkət versin. Bugünkü mövzumuz əslində fərqli zamanlarda ustadların, alimlərin, üləmaların dilindən eşitmişsiniz. Müxtəlif fərqli mövzular var bu mövzu ətrafında. Məsələ qəlb hüzurudur. Amma biz məsələyə namaz yönündən baxacağıq inşallah. Namazın batini mənasından baxacaq. Hüzur qəlb mövzusudur. Qəlbin hüzuru mövzusudur. Bu dərs əslində, bu dərs almağımızın məqsədi nədir? Yəni, namaz qılmaqdan, namazı yaşamaq mərhələsinə keçməkdir. Biz hamımız namaz qılırıq. Hamı ibadət eləyir. Biri, məsəl üçün, ibadəti məsciddə eləyir, biri evdə eləyir, biri, məsəl üçün, əyilib, qalxır, ruku, səcdə, biri bu cür ibadət eləyir. Biri ruzi qazanmaq üçün işə gedir, zavodda işləyir, fabrikdə hansı bir dövlət məmurudur, ya müəllimdir, fəhlədir, bənnədir, ustadır, hansısa bir sənət peşə sahibidir. Bizim hansı sahədə vəzifədə olmağımızdan asılı olmayaraq, biz namazı qılmaqdan namazı yaşamaq mərhələsinə mütləq keçid etməliyik. Artıq gecdir, başlamalıyıq. Sən daha dünənin namaz qılan deyilsən. Sən artıq 2-3 gün namaz qılmırsan, artıq illərdir namaz qılırsan. İllərdir sən bu işdəsən. İllərdir Allaha ibadətlə məşğulsan. Əgər deyiriksə ki, namaz ruhumuzun meyracıdır, namaz ruhun meyracıdırsa, bu meyrac yalnız qəlb diqqəti ilə mümkündür. Üçün nə qədər namaz qılan var ki, üçün avarat. Namaz qılan da avarat. Ne danışığım bilir, nə bir. Namaz qılan amma hicabına düzəmədə riayət eləmir. Deməli, adamın namazı dildədir, zahirdədir. Bizə qəlb lazımdır. Qəlb ilə bu işə həyata keçirə bilərsən, mümkündür. İstəyirsən ki, ruhun meyracda olsun, gərək namaz qılanı onu yaşayasan. Onu yaşaya biləsən. Biz biraz dərinliklərə geçsə, bir çox elə hadisələrdə o yaşamaq mühüm məsələdir. Adam var, görürsünüz. Yəni, gərək o sevəsən, onu anlayasan, duyasan, hiss eləyəsən. Adam var, mümkündür, ayda 1500-2 manat maaş təklif edirlər. Amma adam orada özünü görmür. Adam orada özünü görə bilmir. Adam var, 300-400-500 pul alır, deyir, mənə bura xoşdur. Bu da rahatlıq tapıram, aramlıq hiss edirəm. Yəni, adam işini sevməlidir, işini sevdiyi adam, bura ibadətə daxildir, bura oruç da daxildir. Biz mübarək Ramazana çıxanda bayram edirik, 3 gün bayram edirik. Amma çox maraqlıdır, insan niyə Allaha bu qədər yaxın olmuşkən ayrılmağına bayram edir? Əslində Ramazan bayram bizə gəlişi bayram olmalı, nəyə gedişi. Qərbə bir paradoks var burada, diqqət edirsiniz. Biz namazın gedişini bayram edirik. Nəyə gəlişini? Əslində gəliş bayram olmalıdır. Gəliş bayram olmalıdır, sevinməliyik. Biz əslində narahat olmayaq ki, hər gün bizim gerimizə gedir, hər gün geriyə işləyir, hər gün biraz zaman gedir. Kağıda nə qaldı? 15 gün qaldı da, nə qaldı? 14-15 gün qalır. Qəlbimizi düzgün yönəltməliyik, düzgün istiqamət. Çünki bu qəlb nuraniyyətdir. Qəlb nuraniyyətdir. Bu qəlbin bir tabi olacağı varlıq var. Mən bilmirəm bu fikrimi necə izah edeyim sizə. Qəlb, mən deyərdim ki, ağla tabi olanda düzgün effekt verəcək. Ağlın vasitəsilə nuraniyyət tapacaqdır.
ağla tabi olsa, qəzəbə tabi olsa, şəhvətə tabi olsa, hirsə tabi olsa, bir fayda verməyəcək. Əksinə səni sürükləyəcək, yerlə bir eləyəcək. Namaz ruhun meyracıdırsa, bu meyrac yalnız qəlb ilə mümkündürsə, bu qəlbin də bir hökm eləyəni var. Bu qəlbi də bura sirayət eləyən bir varlıq var. Qəlb gərək boş-boşuna könül verməsin. Yoxsa adamı yandırar. Görürsünüz, biz belə şeylər nəinki film və seriallarda görürük, real həyatda da görürük ki, filan kəsi sevməyinə peşman olub. Filan kəsdən ailə qurmağını peşman olub. Niyə qəlbini verdi, könlümü? Hətta görürsən, buna mahnılar qoşurlar. Könlümü verdim, qəlbimi verdim. Amma könül və qəlbi nəyə söykənib verdin? Məsələ budur. Ağla söykənmişdirsə, ziyan tapmayacaqdın. Həva nəfsə söykənib verdinsə bu qəlbi, mütləq ziyan tapacaqsan və əziyyət çəkəcəksən. Buna arxayın ol. Buna 100% əmin ol daha doğrusu. Əziyyət çəkəcəksən. Hər bir ibadətin bir cismi var, bir həqiqəti var. Yəni bir zahiri forması var. Bir də batini forması var. Biz daha çox işin o zahiri tərəfindən maraqlanmışıq həmişə. Bizim ilə münasibətdə də bəzən adam zahirə baxır, sevir, ailə qurur. Adam zahirə baxır, dostluq, yoldaşlıq eləyir. Zahirə baxır, məsəl üçün, qarşılayır. Çox çətin prosesdir. Bu prosesi biraz anlamaq, dərk eləmək çox çətindir. Tam səmimi deyirəm, çox çətindir. Hər namaz qılan mömin deyil. Hər əlif qalxan mömin deyil. Mömin o ibadəti hüzur qəlb ilə yerinə yetirən şəxsdir. Əgər mən namazımdan keyf ala bilmirəmsə, həzz ala bilmirəmsə, o namaz olmayacaq. O namaz məni düzəltməyibdir. Yəni, qəlbin Allah yanında olmalıdır. Qəlbin Allah yanında. Bir mütəxəssisin yanına gedirsən, bir dənə mütəxəssisin yanına gedirsən, düzdür. Məsələn, deyək ki, psixoloji bir dəstək verir. Sənə bir motivasiya verir. Məsəl üçün, hər hansı bir işlə məşğul, bir təlimlə məşğulsan. Sən o təlimin qaydalarını nə qədər əzbər də bilsən, ora can ürək qoymasan, könül qoymasan, o iş alınmayacaqdır. Çünki sənin ağlın başqa bir şey deyil, qəlbin başqa bir. Demək, burada bir tarazlıq yoxdur. Bir natamamlıq var. Vay o gündən ki, biz həvəsə görə addım ataq. Vay o gündən. Yadda saxlayın, huzursuz namaz bir dənə mənəvi cənazəyə bənzəyir. Nə tək ki, ruhsuz bədən bir dənə meyitdir, bir dənə cənazədir. Huzursuz namaz da bir növ cənazə. Əleyhissalam buyurur ki, bəndənin namazından ona çatan hissə yalnız qəlb ilə Allaha yönəldiyi hissədir. Yönəldiyi hissə. Görürsünüz, bəzən fikir vermişsiniz, namaz necə qəlbən qılırıq, rahatlıqla qılırıq. Bir xüsusi hal gəlir. Deyir, həmin anda çoxlu dua eləyin. Çünki o həqiqi haldır. Həqiqi haldır. Ki o halda hər dəqiqə düşmür, fürsət düşmür. O zaman əldə olur ki, sən hər bütün namazları o cür yanaşasan. Məşhur hədisdir, namazı bir cür namaz qıl ki, sanki axırıncı namazındır. Hangi axırıncı görüşündür, axırıncı namazındır. O hərdən görmüşsünüz, biri öz doğmasını itirir, görmüsünüz. Paylaşırlar, adam bəzən ürəyi dağırır, biri övladını itirir, biri xanımını itirib, biri həyat yoldaşının ərini itiribdir, biri qardaşını, biri bacısını itiribdir, düz, biri atasını, biri anasını. Görürsünüz, kommentlərdə ən çox nə yazırlar? O paylaşan şəxs. Deyir, bilsəydim ki, axırıncı görüşümüzdür. Yəqin belə söz hamımızın rastına çıxıbdır. Bilsəydim ki, axırıncı görüşümüz idi. Bilsəydim, axırıncı və səni görürdüm. Yəqin fikir vermişsiniz. Çox zaman bu cür paylaşır. Hətta bu əsər və romanlarda da var, real həyatda da var, filmlərdə də olur. Müxtəlif paylaşımlarda da var. Deyir, bilsəydim ki, axırıncı və görüşürük.
Sənə bərk-bərk sarılardım. Səni lap yaxşı qucaqlayardım. Heç əlindən buraxmazdım. Bilsəydim ki, sən 3 saatdan, 1 saatdan sonra səndən maşında qəza eləsə, səni getməyə qoymazdım. Deyərdim, bu gün də qalsa bax gedərsən. Bax, bizim namaz halımız o cür olmalıdır ki, o fürsəti əldən verməyək. Mümkün də axırıncı namazımızdır. Mümkün də axı. Bizim bir qohumumuz var, hərdən deyir, mənə sübh namazına qaldır. Elə qapı qonşudur. Deyir, Kərbəla, mən sübh namazına qaldırarsan. Hətta bir dəfə qaldım, görüm durmur. Dedim ki, qapını da möhkəm dedim, filan kəs. Dur ayağa, namazın vaxtıdır, vaxtı qutar, az qalıbdır. Ola bilsin ki, bir də qalxmazsan, yuxudan ayılmazsan, ölərsən. Allah sənə bəla cəza verər. Mən səni qaldırmaq istəmişəm, sən məni eşidə-eşidə yuxulu cavab verirsən. İnanırsa, adam dik atıldı yerindən. Deyir, diksindim sən o sözündən deyir. Deyir, diksindim o sözündən ki, mənə qayıtdın, bəlkə sənin bu axırıncı namazın idi. Deyir, o söz hər dəyə məni silkələyir. Bəlkə də axırıncı namazımızdır. Bəlkə də axırıncı namazımızdır. Bilirsiniz, namaza fikir verin, Allahu Əkbərlə başlayırıq. Heç bir dəfə sual vermişsiniz, niyə Allahu Əkbərlə başlayır? Allahın nə qədər sifətləri var, nə qədər adları var? Yəqin bilirsiniz də hər halda. 15-16 nəfər ən azı oxumusunuz. Ən azı məlumatınız var. Allahın nə qədər adı var? Əzbərliyirsiniz, Əsma-ül Hüsna var da, əzbərliyirsiniz. Allah Əkbərdir, Allah Kərimdir, Allah Muhsindir, ehsan eləyəndir, nə bilim, Allah bağışlayandır, rəhmandır, rəhimdir. 99 adı var. Siz Allah heç bir dəfə düşünmürsünüz ki, bu düşünmürsünüzü əstəğfurullah, mən pis mənə demirəm, yəni ərk mənə deyirəm, bunu üzr istəyirəm. Heç bir dəfə düşünmüşsünüz, niyə Allahu Əkbərlə başlayır? Olmazdı ki, Allahu Rəhmanla başlasın. Allahın mərhəmətini daha çox hiss edəyək. Niyə Allah Rəhmanla başlayır və Rəhimlə başlamır? Niyə Allah Malik, Allah Qadirlə başlamır? Niyə Əkbərlə başlayır? Niyə? Yaxşı olmazdı ki, elə deyərdi ki, Allah bağışlayandır. Bəlkə də Allaha da xoşdur. Allah, sənin bağışlamağını ərz edirəm, ishar edirəm. Allah Rəhmandır. Niyə həmişə Bismillahirrahmanirrahimdə biz Bismillahirrahmandan namazı Əkbərlə başlayırıq? Niyə? Heç bir dəfə sual vermişik. Bu dərsimizdə yoxdur. Mən özümdən əlavə edirəm dərsə. Düz hərdən burada baxıb bəzi qeydlərim var, deyirəm sizə. Amma bunu dərsdən əlavə yazmış, mən heç ağımda yox idi bu sual verəm sizə. Birdən gəldi sual verir. Bu deyir, təbii gəldi, bədayətən gəldi birdən. Niyə ümumiyyətlə sual verməmişsiniz? Bu qədər surə Bismillahla başlayır, Rəhmanla başlayır. Amma namaz Allahu Əkbərlə başlayır. Ərəb dilində oxuyan qardaş bacılarımız, bir dənə söz var, böyük sözü. Böyük sözü kəbirundur. Məsələn, huvə kəbirun. O böyükdür. Əgər deyirəmsə xanımdırsa, hiyə kəbirətun. Məsəl üçün, o böyükdür. Amma bir dənə söz var, əkbər. O da böyük mənasını verir. Kəbirun da böyük mənası verir. Əkbərun da böyük mənasını verir. Bunların bir-birindən fərqi var. Qrammatikada sifətin dərəcələri var, oxumusunuz. Üstünlük dərəcəsi var, çoxaltma dərəcəsi var, bir də hansı dərəcə var? A dərəcə var. Məsəl üçün, qırmızı, əhmərun, qırmızı, krasnıy, düz, red, qırmızı. Bir də var ki, deyirsən qırmızımtıl, biraz azaltdım bunu. Qırmızımtıl, tam qırmızı deyil. Qırmızı, sarımtıldı, yaşımtıldı. Yəqin deyirsiniz də belə kəlmələr. Bir də deyirəm, qıpqırmızı. Qarpız aldım, qırmızı da öyle deyir. Bəh, Sabirabad salyan qarpızı. Qırmızı da öyle, qıpqırmızıdır. O için krasnıy. Kəbirun böyük deməkdir.
Yəni sifətin burada üstünlük dərəcəsi var. Əkbərun, ən böyük. Yaxşı, bunu da başa düşdük. Allah ən böyükdür. Zaten elə Allah ən rəhmandır da onsuz da Amil qardaş. Zaten Allah ən muhsindir, ən alidir, ən fatirdir, ən qadirdir, ən kərimdir, ən səxavətlidir, ən bağışlayandır. Yaxşı, niyə kəbirun? Niyə əkbərun? Sübh namazında və digər namazlarda Allahu Əkbərlə ona görə başlayır ki, insan kimin qarşısında durduğunu hiss eləsin. Bir dənə sual verim, daha yaxşı anlayacaqsınız. Dayılarımız, əmiləriniz var ümumiyyətlə qohum əqrabada. Gəlin sualıma sualla cavab verək. Yəqin ki, evdə dayılarımız, əmilərimiz var. Ya qardaşlarımız var, 2 qardaşımız var, 3 qardaşımız var. Məsəl üçün, indi Fərqanə xanım, sizin yoxdur da, Allah ev itirsin sizin də. Mən ümumi sual verirəm. Deyir, yoxdur. İndi sizə başqasında var da, yəni. Laf olmasın, hörmət etdiyiniz bir qonşu var. Məsələn, qonşumuz Fariz əminə Rasim dayı, məsəl üçün. Qonşu, əmi, xal, hamımızın ətrafında, nəslində, qohum əqrabasında 2 dənə adam var. Biri biraz zəhimlidir. Bir amma mehriban, danışandır da. Nə vaxt bundan sən zarafat eləmək olur? Kefkom adamdır. Yəqin var. Bir dayımız kefkomdur, deyib güləndir. Bir dayımız da zəhimlidir. Bir əmimiz kefkomdur, deyib güləndir. Bir əmimiz də zəhimlidir. Düzdür? Düz. Bir qonşu, məsələn, Rasim dayını görəndə adam deyib gülür, dağlağı zarafat. Amma Nahid dayını, məsəl üçün, Ramiz dayını görəndə adam çəkinir, zəhmi var. Biz hansını görəndə özümüzü yığışdırırıq? Gəlin səmimi danışıq. Hansını görəndə özümüzü yığışdırırıq? Əlbəttə pis insan deyil, ikisi də yaxşı insandır. Biz o zəhmli adamı görəndə özümüzü yığışdırırıq. Köynəyimizin yuxarı düyməsini bağlayırıq. Əyləndə əlimizi sinəmizə qoyuruq ki, sinəm görsənməsin. Oturanda ayağıma fikir verirəm. Ayağımı ayağın üstünə qoymuram. Yanında siqaret çəkirəm, o yanımı siqaret çəkmirəm. Siz bildiniz mən nə demək istəyirəm, yavaş-yavaş nəyə çatdırmaq istəyirəm sizə? İnsan mülayimlik və rəhim qarşısında nizam göstərə bilmir. Dura bilmir, dayana bilmir. Arxayınlaşıb günah eləmə ehtimalı yüksəkdir. Lağlağı zarafat eləyə bilər, ciddi almaya bilər. Elə misal da Allahın rəhmətinə arxayına günah edirik. Oxumuruq, dərsimizdən məşğul olmuruq, ciddi yanaşmırıq. Aqibətimizi fikirləşmirik. Hər gördüyümüz şeyə sıraz reaksiya veririk, həmən hissə qapılırıq, məsəl üçün. Düz ya yox? Allahu Əkbərin mənası budur ki, sən böyük bir varlığın qarşısında olduğu hiss eləyəsən, özünü yığışdırasan. Quran nə deyir? Sübh namazı müşahidə olunur. Yuxun ən şirin vaxtında görüm Allah baxır, nə gün, nə cür durmusan sən? Özümü yığışdıram, yoxsa yox. Əzəmətin qabağında, böyüklüyün qabağında insan özünü yığışdırır. Allahu Əkbərin bir mənası budur ki, Əkbər deyəndə mən nizam-intizamlı olum. Amma mənlə mülayim kimi danışsa, mənə əzlə bizə, burnumu qaşıya-qaşıya, qulağım belə-belə namaz qılacam. O bəzi adamlar var, hətta onun da ciddiyyətini anlamlı. Namaz qılır, ağzım belə-belə əsniyini falan, nə bilim, saçın başını qurtarır, cəmaat namazında, üzr istəyirəm. Hələ adam heç başa düşməyib kimin qarşısındadır. Hələ Əkbər deyil belə bu eləyir. Göründü, başqa ad olsa nə eləyər? O adın əzəməti, o əzəmətlik bizə fürsət verir, imkan verir ki, özümüzü yığışdıraq. Düz deyəndə, Əkbərin mənası budur. İnşallah ki, fikrimi çatdıra bildim. Yəqin, əziz tələbələr başa düşdülər. Budur, mənası budur o fikrin, o sözün mənası budur. Yəni, əzəməti dərk eləyək. Əzəmət dərk eləmək lazımdır. Yəni, dünyanı Allahu Əkbərlə biz arxaya atırıq.
Dünyanı Allahu Əkbərini arxaya atırıq. Allahu Əkbər, yəni Allah səndən başqa hər şey arxaya atdım. Hamısı arxada qaldı. Mən qarşıya baxıram, mən gələcəyə baxıram. Mən keçmişdə günah eləmişəm, tövbə eləmişəm. Allah hamısı səndən arxadadır. Sən birincisən mənim üçün. Simvolik olaraq əlimizi qaldırırıq. İlahi səndən başqa hər şeyi arxada qoydum deməkdir Allahu Əkbərin mənası. Əlbəttə, namazın batini mənaları çoxdur, ha. Sadəcə bizim vaxtımız yoxdur, biz burada söhbət eləyək. Bununla bağlı çox dəyərli kitablar var. Namazın batini mənasıyla bağlı. Məhəmməd Cavad Lənkəraninin kitabı var. Mələk Təbrizin Namazın Sirləri kitabı var. İmam Xomeynin Ədəbüs-Salah kitabı var. Ki, bu kitabları alın, oxuyun. Ədəbüs-Salah kitabıdır İmam Xomeyni. Məhəmməd Cavad Lənkəraninin Namazın Sirləri kitabı var. Mələk Təbrizin Namazın Sirləri kitabı var. Möhsin Qiraətin belə bir kitabı var. Var namazın özü zahir. Biz hamımız zahirinə bələdik. Burada olan 36 nəfər hamısını namaz qılırsa, əhl-i-sünnə qardaşımız, şiə qardaşımızdır. İşimiz yoxdur ondan. Hamımız bu namazın zahirini əzbər bilirik. Fatihə dedin, getdi. Amma biz batinin bilmirik. Biz bilmirik kimlə Allaha yaxınlaşırıq, nə ilə yaxınlaşırıq. Əleyhissalam, mən bir dənə bunu deyim, bitirim inşallah, çox vaxtınızı almayayım. Səcdənin mənasını. Çünki bəndəçinin ən əsas, o belə deyək də, ən əsas forması səcdədir la, insan səcdə eləməsi. Adətən bütün davalar bunun üstünə gedir, düzdürmü? Bir deyirsən bütlərə səcdə edirsən, bir deyir imamlara səcdə edirsiniz. Yəni ruku ilə təkbir heç kimin işi yoxdur. Fikir vermisiniz? Tövhid dərsi oxuyanlar yaxşı bilir. Problem həmişə rububiyyətdədir. Kimə tabi olmaqdadır, kimə səcdə eləmək. Məsələ bunda, ixtilaf bunda düşür həmişə. İndi o ayrı bir dərsdir, bundan işim yoxdur, amma biz burada səcdənin batini mənasından danışırıq. Əleyhissalam səcdənin mənasını belə izah edirdi. Birinci səcdə, yəni Sübhanə Rabbiyəl Ə'lə və bihamdi və ya 3 dəfə Sübhanallah, Sübhanallah, Sübhanallah deməyimiz. İlahi, sən məni bu torpaqdan yarattın. Alnımızı qoyduq möhrə, üzr istəyirəm. Alnımı möhrə qoydun. Sübhanallah, Sübhanallah, Sübhanallah. Sən məni bu torpaqdan yarattın. Səcdədən qalxırsan. Sən məni bu torpaqdan diriltdin, ilahi həyat verdin mənə. Getdin ikinci səcdəyə, yenə getdik. Sübhanallah, Sübhanallah, Sübhanallah. Sən məni yenidən bu həyata qaytaracaqsan. Kulli nəfsin, bütün nəfs, bütün hər kəs ölməd olacaq. Mən yenidən torpağa qaynayıb qarşıcam, çürüyüb torpağa qarşıcam. Torpaqdan gəlmişdim, torpağa da qayıtdım. İkinci səcdəni bitirəndən sonra orada qalırıq. Yox, qalmırıq. Nə demək istəyir Allah bizə? Mən səcdə 2 dənədir daha, düzdür? Getdim, sən məni bundan yarattın. Allah sənə şükürlər olsun, qalxdım. Həyat, nəfəs verdin. Allah deyir, bir də get. Getdim. Sübhanallah. Bitdi. İkinci səcdə bitdi. Amma Allah deyir, qalx. Axı Allah 2-dən səcdə sən mənə demirsən, 3-cünü deməmsən. Allah sənə deyirəm, bir qalx. Qalxdım. Nə oldu? Baxdım. Mən hardayam? Bu nə səhnədir? İnsanlar sorğu-sual olunur. Mən səhnəyə gətirilmişəm. Sən məni qiyamətdə yenidən torpaqdan çıxaracaqsan. Qiyam halında, qiyamət günü qəbirdən qiyam halında qalxacaq insanlar, əlləri yanda. Namazı qiyam halında qılın, əllər yanda. Qiyam nədir? Lisan-ı Ərəb kitabına baxın, qiyam odur ki, əllər yanda namaz qılınmalıdır. Qiyamət günü, qiyamət ilə bundan da, bax, qiyamət günü bu sözləndi. Düz durmaq, qiyam halı düzdür. Namazı qiyam halında qılın, əllər yanda. Qiyam əllərin yanda olması demək ərəb dilində. Qiyamət də bundan əllər yanda qalxacaq qiyamət qəbirdən. Hə, deməli, işimiz ikinci səcdə bitmir. Biz qiyamət günü qalxacaq. Nə dərs aldıq bundan? Nə başa düşdük bundan? Namaz insanın keçmişini, bugününü və gələcəyini torpaq üzərində
ən böyük təvazökarlıq məqamında birləşdirir. Ən böyük təvazökarlıq məqamında birləşdirir. Namaz insanı günahdan qoruyur. Ənkabut surəsinin 45-ci ayəsi Allah nə deyir? Namaz insanı çirkin və pis işlərdən çəkindirir. Biz namaz qılanda ki, alnımızı möhrə qoyuruq, bu torpağın bir cazibəsi var. Hətta saxlayın, bizim saatımız torpaqdandır. Maddələr mübadiləsi var torpağın tərkibində. Daim qaynayıb qarışırıq. Hisslənirik. Sən də gör, nə eləyəcəm? Bəlkə əsəb edin, bağışdı. Həyatdır da, nə bilim əş. Adamda fikir var, o qədər qayğılar, problemlər var ki, sağ Allah mənə bağışlayır, qardaş. Bəlkə fikir oldum, sən mənim ürəyimsən, qardaşımsan. Hər şey yaxşı olacaq. Adam 10 dəqiqə bundan qabaq əsəbi idi. 10 dəqiqə sonra sevinir. Və hətta məsləhət də verir. Bala, filan kəs belə eləyin, filan. Bəzən dişini qıcıyır. Belə qıcıyır. Bəzən nuraniyyət göstərir, üzr istəyirəm. Biraz çox danışdım, bağışlayın. Bəzən nuraniyyət göstərir. Deməli, torpağın bir dənə xüsusiyyəti var. Daim dayanmır bir yerdə. Axı bizim torpağımız, zatımız, əvvəlimiz torpaqdandır, dayanmırıq bir yerdə. Qaynayırıq, qarışırıq. Və torpağın bir dənə xüsusiyyəti var. Cazibə. Yer, məsələn, yerdir da bu. Göydə bir şey saxlamışam, düşdü. Düşdü. Dayanmır. Nəyə saxlayam, dayanmır. Bu yer çəkir. Bu torpaq çəkir özünə. Newtonun cazibə qüvvəsi var da, oxumusunuz. Fizikadan bilirsiniz. Birazdan bütün kimya fizikanı yığacaq bunu hamısını. Yəni cazibə qüvvəsi var torpağın. Cəzb eləyir. Cəzb eləmə xüsusiyyəti var torpağın. Namaz qılıb qurtarandan sonra hiss eləmişsiniz. Ay Allah, necə mən rahat oldum, ay Allah. Elə bir üstümdən 5 ton yük götürdülər. Ay Allah, bir dənə boynu belə xırtladırsan, bir dənə bu boynu belə xırtladırsan, bir dənə belə gərnəşirsən. Ay elə bir ağır yük getdi, ay bu neydi ay Allah, Allaha qurbanım. Bir qəlbə şirin rahatlıq gəlir. Həm belə rahatlıq gəlir, həm mənəvi rahatlıq gəlir. Fikir vermişsiniz ümumiyyətlə belə şeyə? Hiss eləmişsiniz? Bütün ibadətlərdə bu cürdür ha. Gəlsən qəbristanlığa doğmalarını ziyarət eləyirsən. Ağlayırsan da, evdə hüngür-hüngür ağlayırsan. Qəbristanlığa günü özünü öldürürsən, ayata, ayana ağlayırsan. Ağlayandan sonra bir yəni rahatlıq gəlir. O da bir ibadətdir da, əlbəttə ki. Ata-ana, məsələn, xəstədir, onlara qulluq eləyirsən, ata-ana rahatdır. Onlara qulluq eləyir, evə gələndə biraz rahatdır. Ən azından bir təskinliyin o çayırlar. Bir övlad kimi valideynimin paltarını dəyişdim, çimizdirdim, onu yuyundurdum, əynin başını dəyişdim, paltarını yudum, yeməyini verdim. Necə rahat olursan? Bir rahatlıq gəlir. Bu da valideynə qulluq, o da bir ibadətdir. Əhl-i Beyt əleyhissalamı sevmək də bir ibadətdir. Əliyyunubbul cünnəh. Əhlini sevmək ibadətdir. Qəlbə bir məhəbbət çıxır budan. Elə bir ciyarlara nəfəs alır. Ali, Ali. Elə bir ciyarın pak nəfəs alır sənin. İbadətdir. Necə bir rahatlıq tapırsan. O Kərbəlada, İmam Rıza əleyhissalamda, həcdə, ümrədə məsəl üçün bir aramlıq tapırsan. Budur. Namazın batini budur. Allah da bizdən istəyir ki, biz namazı qılmayaq, biz namazı yaşayaq. Namazı qılmaq işin zahiri tərəfidir. Namazı yaşamaq işin batini tərəfidir. Allahın fərəyi, öz izzət cəlalına Allah bizi həqiqi namaz qılanlardan qərar versin. Hər namaz qılan mömin deyil, hər mömin namaz qılandır. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed və accil ərəcəhum.